bağça ilə bağlı çox problemimiz var ümumiyyətlə. Yeməklə bağlı problemlər var. Yəni hətta açığı deyim ki, bu günə qədər bilmirdim. Sadəcə görüntüdə yaxşı göstərilirdi belə meyvələr, belə yeməklər, amma o dolmanın içərisində təbii ki, biz videoda görmürük, şəkillərdə görmürük. Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən Esmanur uşaq bağçası ilə bağlı müəyyən şikayətlər səsləndirilir. Valideynlərin sözlərinə görə, bağçada uşaqlar vəd olunan qidalarla təmin olunmur. İddia olunur ki, menyuda göstərilən qidalar əvəzinə uşaqlara daha keyfiyyətsiz məhsullar verilir. Belə vəziyyətin artıq bir neçə aydır davam etdiyi bildirilir. Hər şey sadəcə olaraq görüntü olaraq bizə göstərilir, təqdim olunur. Amma məsəl üçün deyək ki, indi pastellərin də ütülü olub-olmadığını da biz buradan görə bilmirik kameradan. Daima kamera problemi yaşayırıq. Bağça dekabr ayından etibarən qrant layihəyə düşdü və qrant layihə çərçivəsində bizə müəyyən vədlər verildi. Lakin heç bir halda bu vədlər heç biri qarşılanmadı və şikayətimizi bildirdiyimiz təqdirdə hər ay sonu düzələcək deyə bir problemlərlə qarşılaşırdıq. Bir uşaq başına 400 manat ödəniş olunur. Lakin bağçada 400 manatlıq heç bir xidmət yoxdur. Nə qida tərəfindən, nə digər tərəflərdən. Uşaq bağçasının işdən azad olunan tərbiyəçisi Pərvanə Ağayeva da səslənən iddiaları təsdiqləyib. İstəmişəm ki, valideynlərin gözünü açım. Yəni burada uşaqlara lazım olan göstərilmir qayğı, qulluq. Yəni uşaqların yeməklərindən kəsilir. Hansı valideyn istəyər ki, ciyərdən uşaqlara dolma verilsin? Uşaqların şirniyyat saatı vardı, ləğv olunub. Yazırlar uşaqlara cürbəcür meyvələr verirlər bir meyvə. Adı çəkilən bağçanın müdiri İlahə Xudiyeva isə bildirib ki, Pərvanə Ağayeva işində yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Müdirin sözlərinə görə, keçmiş işçisinin səsləndirdiyi iddialar qərəzlidir və o, bağça rəhbərliyinə qarşı təxribat yaratmağa çalışır. Valideynlərə yalandan nələr göstərir, ərzaqlar, mesajlar, nələr. Yəni mən düşünürəm ki, bunun düşmənçiliyi var. Bu da odur ki, ilk öncədən dedim ki, metodist kimi siz tam savadlı deyilsiniz. Sizi dəyişmək fikrindəyəm. Bugün də yəni bunu normal iki insan kimi biz danışmışıq. Sən düzgün metodist kimi hərəkət etmirsən. Yəni müəllimələri yaxşı uşaqlara sevdirmirsən. Bu valideynlər deyir ki, uşaq döyülür burada. Əgər uşaq döyülürsə metodist axı bu. Axı elə bir şey ola bilməz. Mən işlədiyim bağçada nə ərzaqdan, nə döyülməkdən, nə təmizlikdən ola bilməz ki, problem olsun. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.